Herkese salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Düşünürəm bu vlog çok maraqlı olacaqdı. Axıra kimi izləmədə qalın. Sizə sürprizim var. İndi hazırlaşıram getməyə mağazalara. Luminar, Kiosk və sizə təbii ki söz verdiyim kimi İran mağazası harda yerləşir onu göstərəcəm. Ona görə axıra kimi baxın mütləq və əgər bəyənsəniz kanalıma abunə olun, dəstək olun, like edin, komment yazın. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Bu ten paleti Temu'dan sifariş etmişim. O kadar güzeldi ki demək olar ki hər gün ancaq bunu istifadə edirəm. Çox bəyənirəm mən bunu. Sizə də tövsiyə edirəm almağı. Universal rəngləri var. İndi isə hazırlaşıb gedirəm qismətimi almağa. Da çok şey var. Bakın. Ev nemləndiriciləridir. Bu da Luminark'da Aygün Mol'un sırasında yerləşir. Bax, hətta beləsi də var. 5 manata. Bakın burada həm də belə krışkalar da var. Kenarları belə silikondu. 5 manata mesela bu balaca ölçü. Bu tarikolar çok qəşəngdir. Balaca ölçüdə süperdir. Luminark mənim ən sevdiyim mağazadır bu arada. Hər şey var da. Baxın. Dəstqablar, tavalar. Baxın bunlar 24 manata. Qapağı ilə bir yerdə çox qəşəng. Ölçüsü var aşağıda. Oy. Üçlü belə qabdır, yolka. Dondurma zamanı gəlir, alıb istifadə etmək olar dondurmada falan. Marojni, saxlama qabları. Belə ədviyyat qabları da var. Baxın nə gözəldir. Qızılı, qapaqlı. Belə kim sevirsə belə 90 qəpiyə çox qəşəngdir. İncecik. Qırmızı qapaqlı, belə qızılı qapaqlı. Bir də şey. Baxın nə gözəldir. Çox qəşəngdir. 1 manata. Dəst formada alıb istifadə etmək olar. Baxın belə qapqacaqlardır. Sonra burada belə yumru qabı da var. Belə qənd qabı mı deyim, konfet qabı mı deyim. Qəşəngdir qiyməti 7.50. Sonra beləsi də var qənd qabları. Görün nə gözəldir. Qəşəng görsənər də. Bir də bu mənim çox xoşuma gəldi. Bu quşlu. Bu reklam deyil. Sadəcə mən bu mağazanı çox bəyənirəm. Nə istəsən buradan tapa bilirsən də. Çox bəyənirəm buranı. Qiymətlər də ki münasib də var, bahalı da var. Amma digər başqa yerlərə baxanda keyfiyyət içərisində mənim burada çox xoşuma gəlir. Burada üçlü dəst 12 manatdır. Mən bunun ikili dəstini almışam 16 manata. İkili dəstini. Bir də 15 manatdır 4 dənə dəst görürsünüz. Çaşkalar da var. Baxın. Tulipan çox qəşəngdir. Böyük amma çox yekədir. Çay içmək, çayxorlar üçün də. Böyle ne isteyen konuşuyorsun? Türkiye'deki oğlumuzdan o bir şey gelmedi. Yok, o bilerin hiç harap olmuyor. Luminark'dan gedirəm deməli 100'a. Oradan da sizə biraz mağazinləri göstərəcəm. Bir də məndə adətən soruşurlar ki, bəs siz çölə çıxanda
uşaqlara kim baxır? Əkizlərə kim baxır? Soruşursunuz. Deməli mən yəqin ki bilmirsiniz də 13 yaşında qızım var. Bir də bu yayda 14 olacaqdı. Yəni mənim köməkçimdir də. Belə çölə çıxanda harasa gedəndə o evdə qalır. Baxır. Mən də çıxıram çölə. Lazım olanda elə mağazinə falan da gedirəm. Şimdi gəldim Yuska. Dedim buradan da biraz çəkiliş eləyim. Ne qəşəngdir bu. Qiyməti 11.90. Neçədir bu? Bir dənə baxım. 10 manatadır. Ne qəşəngdir. Bu stildə çox qəşəngdir. Mənim bunlar xoşuma gəlir, çox qəşəngdir. Bunun içinə həm salat qoymaq olar, qiyməti 24 manatdır. Həm salat qoymaq olar, həm meyvə. Oy, bu nə gözəl şeydir. 23 manata. Çox qəşəng, keyfiyyətli məhsullardır burada. Mən almışam, bilirəm. Bunun özü də təzə gəlib, əvvəl yox idi. Kimin bağ evi varsa, belə həyətdə qura bilər. Sadəcə qara rəng mən sevmirəm. Çünki toz olan kimi sırası göstərir də. Buradan silirsən, buradan toz olur. Həmin dəqiqə tozu göstərir də. Ona görə sevmirəm mən. Tablolar da çox qəşəngdir. 9. Bunlar Temuda da var. Baxın, belə bir şeydir. Əlimdən düşməsə yerə yaxşı olar. Mən bu qabdan aldım. Ucuzluq Univermaqdan. Sadəcə burası yuxarıdır, burası aşağıdır. Bundan biraz balaca ölçüdə belə 2 manat, neçə qəpik ucuzluğa. Sadəcə effekti biraz yaxşı deyildi, rəngi falan. Saxta olduğu bilinir yəni. Bu da çox maraqlı şeydir. Bunun üstünə kubiklər falan düzürsən və yaxud da yağ tökürsən, ətirli. Altından şam qoyursan, o elə bir ki evə havalandırır da həmin o qoxu ilə. Belə şeyləri də çox bəyənirəm. Sadəcə bunun qızılı rəngi olar. Qızılı rəngi də Temuda görmüşəm. Üçü bir yerdə. Həm də çox münasib qiymətə. Bunlar da süpürdülər. Bu tərəfdə adamlar çox idi. Ona görə gəldim, bu tərəfə keçdim. Buna biraz böyük olsaydı alardım kreslomun üstünə. Baxın, bunun özü görün nə gözəldir. Qəşəng yaraşar mənim kreslomun üstünə, otaqdakı kresloma. Amma balacadır da, biraz böyük olsaydı alıb batardım onun üstünə. Dedilər ki, dedim outletə. Aşağıda nə var? Burada bir güzgü var. Çoxdandır ki onun xəyalını qururdum ki, nə vaxtsa alacağam, amma qiyməti dəhşət baha idi. Balaca ölçüsü deməli 200 neçə manat, böyük ölçüsü 300 neçə manat. Mən əslində istəyirdim balacanı alım. Nə vaxtsa pulum çox olanda deyirdim gəlib alacağam onu. Bura gəlməyimin səbəbi sadəcə sizin üçün çəkiliş etmək idi ki, birdən faydam düşər. Çoxdandır ki istədiyiniz bir şeyi bəlkə də mən çəkmiş olaram, siz görmüş olarsınız və deyəsiniz ki, o nə yaxşı falan yerdə var, gedin bir dənə baxım. Amma heç düşünmədim ki, mən bura gələrəm və çoxdandır ki istədiyim güzgünü burada alaram. İndi göstərəcəm sizə hansı güzgünü aldım. Wow. Bu kreslo. Keçən dəfə sizə qiymətini tapa bilməmişdim. Qiyməti budur, baxın. Görsən sadəcə kreslonun qiymətidir. Yox, ikisi bir yerdə 449 manat. Və mən keçək görsənir. Çox gözəl gözükürdü, xoşuma gəlir. Neçədir? 300 manat deyə qiyməti, superdir. Baxın, bu iminlə çox qəşəngdir, iridir. Yanındakı 139 manat. Bu şkaf 649, daha doğrusu servantdır da bu. Bunu alarsan, içinə qəşəng kitablar yığarsan. Kitab dərlisi olan mən alıb yığardım. Oy, mənim ağacımdan. Baxın, burada var. Niyə bu gündədir? Yəqin xarabdır. Qırılıbdı, görürsünüz. 10 manata qoyublar, baxın. Burasını bilsiz nə etmək olar? Sement alırsınız, sementlə burasını sement deyirsiniz. Heç nə qalmır da, yəni təzə kimi. Qəşəngdir. Al sementdə, məndə də Kakrazevdə sement var. Sadəcə istəmirəm mən. Kaktusum var. Bu neçədir? Bu şeydə hamam üçün ayaq altısıdır, baxın 25 manata.
Bu da çok bir şey görsənir yeni ildə. Dekor eləmək olar. Bu necədir görürsən bu səpət? Biraz əyrilik var görürsünüz. Belə. Bu necə qoyublar görürsən? Paltar səbətidir də. Çox qəşəngdir axı. Necədir görürsən? Qiyməti yoxdur. Görüm. Ay. Əziyyət çəkdim ya məncə. Bunu soruşmaq olar ki, necə qoyublar. Baxın elə bunun özündə siment eləyib. Bərpa eləmək olar. 25 manat. Belə kiçik də deyil. Burada da sınıq mallar. Baxın burada olur çox vaxt. Ya harasısa xarab olur. Bax məsələn bu 15 manat 90 qəpiyə belə bir bağ üçün təkdir stul. Baxın bu da burada görürsünüz sökülübdür. Bunu alırsınız, özünüz remont eləyirsiniz və istifadə edirsiniz. 25 manata, 25 manat, 2 dənə 50 manata qəşəng qiymətdir. Divanda yandırıblar, üstündə siqaret söndürüblər deyəsən. 755 manat. 25 manata burası defektdir. Bunu nə etmək olar? Bunda üstündən belə ağ plyonka yapışdırmaq olar. Alıb 25 manata. Bu şkafın nə problemi var? Ayaqqabı üçün olan bu 175 manata bir şey yoxdur. Bir bölməsi yoxdur. Güzgüsü də var, baxın. Bu qəşəngdir. 200-300 manata. Bunun özü 39 manat. Qabaq stul. Mən mətbəx üçün belə stul istəyirəm, baxın. Bundan biraz böyüyü. Çünki biz 5 nəfərdən ibarətik ailədə. Biraz böyüyünü istəyirəm. Qəşəngdir, neçədir bu? Qiymət yoxdur deyəsən. Bu güzgü mənim istədiyim güzgüdür, amma ki aldığım bundan daha böyükdür, həm də daha ucuz qiymətlidir. Bu balaca ölçüdə olan 89 manat 90 qəpikdir, amma nə defekti var onu bilənmədim. Siz istəsəniz gəlib baxa bilərsiniz. Mənim aldığım ramkalı güzgü isə budur. Düzdür, güzgüsü yoxdur, sınıbdır, amma düşünürəm pis də vəziyyətdə deyil. Cəmi 4 manat 90 qəpiyə aldım. Gördüyünüz kimi sadəcə burasında defekt var. O da boş bir şeydir. Onu özüm evdə bərpa edəcəm. Əsas yoldaşımla buradan sonra getdik və bu gözəlliyə güzgü qoydurduq. Hardasa 2 günə hazır oldu. Gəldim o İran məhsulları mağazaya. Adı Müjdə Shoppingdir. Ünvan yerləşir bax burada. Xrazində düz Oba marketin yanında yerləşir. Düz deyəndə sizə Astanovkadır. 12 mərtəbəli bina. Qarşısında nə alsan 10-15 manat. Düz yanında da ocaq. Ocaq nədir bu? Bilmirəm. Ordu. Düz ondan üzbəüz Müjdə Shopping Razində. Hə, bu tərəfdə deməli buradan belə üzü Qaraçuxara gedən yolda, yəni Aygün Moldan belə aşağı gəlirsiniz. Düz onun sağ tərəfindədir o yolun. Buradan deməli almaq istəyirdim. Baxın burada yumuş da var. 8.50-yə. Qiyməti bahadırsa deyin mənə. Buradan mən keçən dəfə baxdım. Baxın bunun qoxusu. Çox qəşəng qoxusu var bunun. Qiyməti 5 manat. Ölçüsü də baxın xeyli də böyükdür. Baxın bizim adətən aldığımız ölçülər nəsə göstərim. Hardasa baxın bir belə olur. Amma bu xeyli bir iri ölçüdədir. Belə bir dənə alım. Deməli Luminartdan bunları aldım. Bir dənə belə ayna silmək üçün. Material xoşuma gəldi. İndi yoxlayaram, baxaram. Qiymətini 1.50-yə aldım. Bunu da hamam üçün aldım. Bu da elə 1.50. Bunları İran mağazasından aldım. Bir də oradan baxandır ki bunu istəyirdim. Qoxusu çox qəşəngdir. Baxın. Çox qəşəng qoxusu var. Sadəcə istifadə eləməmişəm paltarda. İstifadə elədikdən sonra sizə tam nəticəsini deyərəm. Dediyim qəşəng çay dəmliyim. İçinə biraz gül atım. Hatta 2 dənə falan. İndi dəmləyirəm. Bir də axşam yoldaşım gələndə təzə-təzə dəmləyirəm. Ona görə az belə bir şey. Dəmliyim də qəşəng çay içeyim. Temudan bir dənə qəşəng bir şey sifariş eləmişəm. İnşallah gəlsin sizinlə bölüşəcəm. Çox qəşəng, maraqlı bir şeydir. Bunu həmin o sifariş etdiyim şeydən mən Luminark'da da gördüm. Amma Luminark'da biraz qiyməti bahadır. Yəni baha deyəndə ki o da normal qiyməti. Sadəcə biraz yüksəkdir qiyməti. Amma onu mən çox ucuz qiymətə aldım. İndi gəlsin inşallah sizinlə də bölüşəcəm. Bu nəsildə mən divardan asıram. Sadəcə onun yerinə uşaqlar sındırmasın deyə şüşəli şir şəkli var. Yəni özümüz mozaika ilə düzdüyümüz. Baxın onu asmışam ki qırılmasın. Ona görə bunu hələlik qoymuşam bura. Dursun burada. Sonra dəyişəcəm yerinə.
Bu da mənim yeni güzgüm. Görün nə gözəl oldu. Çox qəşəng oldu. Heç deməzsən ki, mən bunu 4 manat 90 qəpiyə almışam. Düzdür, güzgüsünü də qoydurduq üstünə. Hardasa 20 manat falan belə elədi, amma dəydi həqiqətən də. Çünki bu güzgünün öz qiyməti 300 neçə manatdır. Dəqiq bilmirəm, amma 400-ə yaxın bir qiyməti var idi. Və gəldim bu çat olan yeri gipsləməyə. Gipslədim, qurtardım və zamanla indi qabaqçı kadrlarda görəcəksiniz. Qurudu. Düzdür, boz rəng kimi görsənir. Bu sulu vəziyyətidir. Quruduqdan sonra heç bir şey görsənmir. Son etap güzgünü də sildim. Zamanla o çat olan yer də qurudu. Quruduqdan sonra da sanki heç elə bir ki, mən buna 4.90 verməmişəm. Plus 20 manat da güzgüyə. Elə bir ki, getdim Yuskdan 400 manata bunu aldım. Və bura qədər izlədinizsə hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Bu videonu bəyəndinizsə like edin və rəylərdə öz fikirlərinizi yazın. Burada isə görə bilərsiniz ki, gips yavaş-yavaş quruyur. Bu deşiklər isə ramka asmışdım, onun yeridir, bərpa edəcəm. Bu isə tam qurumuş vəziyyətidir. Sizcə nətər alındı? Mütləq rəylərdə yazın. Hələlik.